Müəyyən bir kitabdır, böyük olmayan bir kitab. Yəni mən onu oxuyum və onu sizə nöqtəsinə, vergülünə kimi deyə bilərəm ki, nədir, hansı səhifədə nə başlayır, nə gedir. Amma digər ki, mən adları yadımda saxlaya bilmirəm. İnsan məni bir ara bu utandırır da həm də. Bir ara artıq əlimdə kağızla, ruçka ilə gəzirəm, nəsə qeydlərimi aparıram və yaxud da telefonda qeydimi aparıram ki, yadımdan çıxmasın. Sadəcə olaraq necə yadımdan çıxır insanla. Adını da deyir hətta. Adını deyir, yadımdan çıxır. Bu nə ilə bağlıdır? Bu çox sadə. İnsanların adətən üzü yadınıza düşər, adı yadınıza düşməz. Çünki üz şəkildir, ad səsdir. Ha, siz audial mən audialdır, ad audialdır, üz vizualdır. Və biz də demişdik ki, insan övladının öyrənmə prosesinin 90%-i vizualın payına düşür. Geri qalanı kinestetiklə audiallar arasında dəyişir. Bu normal bir haldır. Bunu necə həll eləmək olar? Mən sizə bir qaydanı deyim, izləyicilər də əslində real həyatda istifadə edə bilərlər. Çox bəsit. Bizim beynimiz yeni aldığı informasiyanı keçmişdə sahib olduğu bir informasiyanın üzərinə əlavə edir. Yəni ona bir baza vermək lazımdır. Mən həmişə zarafata salıb deyirəm ki, evdə açarı itiririk, düzdür? Axtarırıq, tapa bilmirik ki, açarı görəsən hara qoymuşam, ya da ki, pultu görəsən hara qoymuşam. Hamımızın başına gəlib, düzdür? Yaxşı, bəs evinizdəki hər hansısa bir turşu bankasını itirdiyiniz olub? Yox, qatıq bankasının konkret yeri var. Mən elə bir adam yoxdur ki, desin ki, mən turşu bankasını itirmişəm. Və yaxud da ki, kartofu, soğanı itirmişəm. İtirməz, nəyə görə itirməz? Çünki bunun konkret bir yeri var. Adam bilir ki, bu həmişə oradadır, lazım olanda gedib oradan onu götürür. Yəni, gedib kartof, soğanı paltarlarınızın arasında axtarmırsınız. Ya da ki, hansısa bir köynəyinizi tapa bilməyəndə gedib soyuducuda axtarmırsınız onu. Çünki bilirsiniz ki, orada deyil. İnformasiyanı biz beynimizdə hara qoyacağımızı bilmədiyimizə görə, ona görə onu tapmaq bizim işimizi çətinləşdirir. Elə hətta. Əlbəttə ki. Bizim elədiyimiz şey, insan beynində otaqlar yaradıb, həmin otaqlara lazım olan informasiyanı lazımı yerə qoyub, istəyəndə bildiyimiz yerdən tapıb asanlıqla çıxartma prosesidir. Çox detallı şeylər var orada. İndi adı biz niyə yadda saxlaya bilmirik? Siz gəlmişsiniz mənə, deyirsiniz ki, mənim adım Fuaddır. Düzdürmü? İndi hekayəsini deyəcəm, biraz gülməli olacaq. Məsələn, dəyərli izləyicilər, indi Fuad bəyin adını da mən sizə deyəcəm. Hətta Fuad adında heç bir insanın adını ümumiyyətlə ömür boyu yadınızdan çıxarda bilməyəsiniz. Beynin işləmə prinsipi nədir? 1. Yeni aldığın informasiyanı keçmişdən sahib olduğun bir informasiyanın üzərinə əlavə et. Tamam, birinci qayda. 2. Ona hiss və həyəcan qat. 3. Bunu vizuallaşdır. Gəlin də eləyək. Yeni tanış olmuşuq. Siz mənə deyirsiniz ki, mənim adım Fuaddır. Tamam, bu adamın adını üzü ilə əlaqələndirmək lazımdır ki, bu insanın simasına baxanda biz bilək ki, bu şəxsin adı Fuaddır. Nəticədə o sima ilə onun adı arasında bir bağlantı qurmaq lazımdır. Baxırıq bunun üçün simaya. Burada diqqət edəcəyimiz nüanslar nədir? Çalışın ki, üzündə dəyişilə bilməyən şeyləri götürəsiniz. Məsələn, eynək tövsiyə olunmur. Qadınlarda saç tövsiyə olunmur. Çünki qadınların saçın rəngi tez-tez dəyişir. Bugün belədir, sabah başqa cürdür. Ona görə də saç rəngini tövsiyə eləmirik. Saçın forması əgər tez-tez dəyişmirsə götürülə bilər. Kimisi qıvırcıqdır, kimisi dalğalıdır, kimisi düzdür. Amma yenə də bu da biraz dəyişir. Ona görə çalışın ki, dəyişməyəcək bir şeyi götürəsiniz. Məsələn, siz iri cüssəli bir insansınız. Düzdürmü? Sizin boyunuz kiçilməyəcək. Ya da ki, boyunuz uzanmayacaq. Ya da ki, nə qədər arıqlasaz da müəyyən bir şey var ki, onun altına düşməyəcəksiniz. Burundan demək olar. Burun balaca deyil. Üzərində də çapıq da var. Ümumi, məsələn, üzün quruluşudur, saçın formasıdır. Ondan sonra üzdəki müəyyən xal, məsələn, elə xallar var ki, onlar dəyişmir. Bu şeyləri əsas götürərək bir insanın simasında dəyişilməyəcək şeyləri əsas götürüb adı ilə bir bağlantı yaradırıq. Trigger yaradırsan. Bəli. Məsələn, mən sizin adı yadda saxlamaq üçün nə edə bilərəm? İri cüssəli bir insandır, hətta onu bir pəhləvana bənzədirəm. Üz quruluşu baxımından da bir idmançı tipajı var.
O hətta bəzi Hiss olunur ki, dalaşıb bəzi şeylər olur ya, o Osmanlı pəhləvanları hansı ki, bunların da özəlliyi nədir? Şapalaq vurmaqdır və s. Mən də təsəvvür edirəm ki, mən çox kiçik boylu bir insanam. Sənlə qarşılaşmışam, uzun bir adam cüssəli bir şəkildə gəldi. Dedim, adın nədir? Dedin ki, Fuad. Aha, indi Fuadı bu adamın tipinə bağlamaq lazım. Assosiasiya eləyirsən. Deyirəm, bu nə addır? Belə ad olar. Deyirəm ki, ada bax. O 2 də hərfi yadda saxladım. Ada bax. Və bunu deyən kimi bu iri cüssəli adam mənə bir dənə şillə vurur. Çətin yaddan çıxarırsan. Yəni mənim o reaksiyama uyğun olaraq bu adam mənə bir şillə vurur və nəticədə bu insanın o fiziki özəllikləri ilə mənim onun adına verdiyim reaksiya arasında bir bağlantı yaranır. Məsələn, baxdım, üzünə baxdım, cüssəsinə baxdım, dedim, ada bax, adı nədir? Deyir, Fuad. Deyim, ada bax, belə ad olar. Sən mənə deyirsən o sözü, bir dənə şilləni vurur, vəssalam. Məsələn, bu insanın adı ömür boyu bu şəkildə kodlasanız, duyğu qatdıq, hekayə oldu və gözümüzdə canlandırdıq. Bunu heç vaxt unutmağımız mümkün deyil. Mümkün deyil. Bu adamı 15 ildən sonra da ömür boyu qarşılaşmayın, 15 ildən sonra qarşılaşın, adını da deyərsiniz, üzünə də baxıb deyərsiniz ki, bu adamın adı nədir? Əslində siz mənim üçün bir texnika verdiniz indi. Bu texnika bizə, yəni hamıya verdiyim texnikadır. Yəni baxın, bir insanın adını, üzünü yadda saxlamaq üçün simasına baxın, tipajına baxın. Simasında dəyişilməyəcək, fiziki özəlliklərində dəyişilməyəcək bir şeyi götürün. Adı ilə arasında absurd, qeyri-adi, fantastik bir hekayə qurun. Bunu da zehninizdə canlandırın. Bunu elədiyiniz halda yaddan çıxma ehtimalı yoxdur. Mən buradan yaddan çıxsa gəlin təzə texnika öyrədəcəm. İnşallah. Söz. Mən buradan izləyicilərə xahiş edəcəm, bax belə bir texnikanı, bu texnikanı Şahin Şahin bəy izah elədi. Bunu bir yoxlayın və yoxlayandan sonra mütləq şərtdə bunu paylaşın. Bizim üçün çox vacibdir. Biz bunu oxuyuruq və növbəti podkastlarımızda həmişə müzakirə edirik.